Salam dəyərli izləyicilərim, mən Rəysaz Yaşanos'da yenə sizinləyəm. Bu günləri mən Mitsubishi Outlander'in çəkilişini edib sizə göstərmək istəyirəm ki, maşında nə qüsurlar var, nəyə görə gəlib və iki detalı, yəni dəyişmişəm daha doğrusu. Bunu ətraflı olaraq sizinlə paylaşmaq istəyirəm ki, maşın lakı yanıb və kraska seçimi olduğuna görə bizə müraciət edib, yəni mənə müraciət edib. Ətraflı olaraq mən indi bunu sizə çəkib göstərəcəm ki, maşında nə işlər görülüb. Düzdür, mən biraz çəkilişdə gecikmişim, əvvəldən yerə çəkərdim, amma nə qədər də olmasa bunu sizə çəkib göstərmək istəyirəm ətraflı olaraq. Deməli, Mitsubishi Outlander kapotunu sizə göstərəcəm. Kapot lak yanıb. Kraskadakı ümumiyyətlə heç öz kraskası deyil, vurublar. İndi bunu sizə ətraflı olaraq göstərəcəm. Görürsünüzsə, tamam fərqlidir. Krışka tündür, dam isə açıqdır. Mən maşını lotka rəngləyəcəm. Çünki damı bez kraskadır, bez kraskada saxlayacaq və birə-bir damla çıxardacaq. Burada da görürsünüzsə, sizə göstərəcəm. Stoyka ilə fərqlidir, tamam fərqlidir. Çünki stoyka açıqdır, kırda isə tündür. Maşının bəzi müəyyən yerləri rəndələnib, düzəlişlər ki var olunub, çürüklər ki var, bunlar hamısı dəmirçi sağ olsun çıxardıb. Və əks tərəfdə də yəni çürük var idi. Bu hissələrdə çürük var idi. Onları dəmirçi işləyib və iki qapı qoyulub ki buna. Müəyyən yerlərində xırda qüsurlar olduğuna görə mən buna remontla şpaklyovkadan istifadə eləmişəm və belə deyək, müəyyən yerlər ki var, bunların hamısını hazırlayacağım. Kapot opşi rəndələnib çıxmalıdır, çünki kapotda yanıq izləri olduğuna görə bunu yəni beləsinə üstündən şkurkalayıb, üstündən qurunt və yaxud nə bilim sonra da kraska, lak vurmaq olmaz. Çünki gələcəyin fəsadıdır, altdan başlayacaq özünü biruzə verməyə. O baxımdan da kapot mütləq təmizlənməlidir. Və burada da dəyərli izləyicilər, gördüyünüz kimi lak soyulur. Görürsünüz. Opşi rəndələndən sonra quruntlanacaq maşın. Quruntdan sonra bunu ətraflı olaraq sizə göstərəcəm. Bu tərəflərdə demək olar ki, iş tamamlanıb. Müəyyən yerlər ki var idi. Rəndə bəzi yerlər götürdü, bəzi yerlər ki qaldı. Başı ümumiyyətlə maşın əllə rəndələnsə daha yaxşı olar ki, düzdür, daha yaxşı çıxar. Belə dəyərli izləyicilər, ətraflı olaraq yenə bunu sizə çəkib göstərəcəm. Dəyərli izləyicilər, maşını hazırlamışam mən. Qapıların arasını mən kraskalamışam. Buradan da fikir versəniz görəcəksiniz. Stoykan qıraqlarını, kırdan qıraqlarını kraskalamışam bu hissədə və qapıların arasında gördüyünüz kimi dodağına qədər gəlmişəm. Burada da həmsinin dodağına qədər gəlmişəm və bağlamışam. Təzədən dayneşi bu hissədən vuracam. Maşının damı kraskalanmayacaq. Sadəcə olaraq bana üstündə kraskalayacam. Bunu mən müvəqqəti taxmışam üstünə. Bu çıxır. Belə bir şəkildədir. Krışkanı da üstündə kraskalayacam. Çünki içərilər mat olduğuna görə bazardığım qədər çalışacağım ki, zavaskoy vidi yəni üstündə saxlayayım. Hal-hazırda maşın bağlanıb. Kağızlardan istifadə olub. Motorfonu içəriyə qədər hamısı bağlanıb gördüyünüz kimi. Bamperlərdir, padnoşkalardır. Bu da arxa bamperdir. İnşallah tam qutarandan sonra ətraflı olaraq mən onları sizə çəkib hamısını göstərəcəm dəyərli izləyicilər. Dəyərli izləyicilər, gördüyünüz kimi maşını mən hazırlamışam, yığmışam da. Maksimal dərəcədə yəni qabaq bamperin və arxa bamperin zazorlarını vermişəm. Burada deməli istəyə uyğun yəni setkalar dəyişildi, gördüyünüz kimi setkalar dəyişildi və bunlar təzədən kraska ilə yəni bərpa olundu və xırda bu aksesuarlar ki var idi,
tuba ilə bir yerdə. Bunlar da hamısı bərpa olundu. Arxada elə bir güclü bir iş görünür. Sadəcə olaraq bamperi maksimal dərəcədə dediyim kimi badğın eləmişəm. Maşınındakı vəziyyəti dəyərli izləyicilər görürsünüz. Hər şey əla bir vəziyyətdədir. Qırış mırış zat heç nə yoxdur. Kapotdur həmçinin görürsünüz də. Və böyür qapılardır ki, bunlar da hamısı belə deyək, hamısı ideal bir vəziyyətdədir. Bunları da istəyə uyğun, yəni bir də bunları mən kraskaladım. İnşallah maşını mən polirovka etməmişəm. Müəyyən vaxtdan sonra, yəni maşın polirovkaya gələcək ki, mən bunu maşını polirovka edəcəm. Belə deyək, çünki bütün nə qədər ki xırda toz mozlar ki var, onlar hamısı polirovka olunub təmizlənməlidir. Belə dəyərli izləyicilər, təşəkkür edirəm. Məni izlədiyinizə görə like qoymağı və abunə olmağı qətiyyən unutmayın dəyərli izləyicilər.